Salam dəyərli izləyicilər, 18 mart 2025-ci il Dövlət Təhlükəsizlik Xidməti ordu ilə bağlı videoları yayan şəxsi istintaqa cəlb edib. Martın 17-sində sosial şəbəkələrin xarici segmentində Azərbaycan Respublikasının dövlət sərhədində güya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla Azərbaycan ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə video görüntülər yayılıb. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, faktla əlaqədar cinayət işi başlanılıb, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış video kadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib. Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhmənoğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının silahlı qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin video çəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu video materialı 15 mart 2025-ci il tarixində özünün TikTok sosial şəbəkəsində səhifəsində paylaşıb. Bundan sonra həmin video görüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid video kadrlar əlavə edilməklə həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub. Görülən təxirə salınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub. Həmin video görüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb. Bir daha bildirilir ki, Azərbaycan ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yer dəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videoların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək.